İndi isə uşaqlar, gəlin mövzumuzla bağlı bir neçə tapşırığı yerinə yetirək. Verilmiş ifadələrdən istifadə edərək sxemi tamamlayın. Fiziki sağlamlığa zərər verən vərdişlər, psixoloji sağlamlığa zərər verən vərdişlər və sosial problemlərə yol açan vərdişlər verilmişdir. Bildiyimiz kimi uşaqlar, siqaret çəkmək fiziki sağlamlığa zərər verir. Bundan başqa sosial media asılılığı isə sosial problemlərə yol açır. Narkotik maddələrdən istifadə fiziki sağlamlığa zərər verən vərdişlərdəndir. Davamlı stres, gərginlik yaradan davranış isə psixoloji sağlamlığa zərər verir. Alkoqol istifadəsi fiziki sağlamlığa, zərərli qidaların həddindən artıq istehlakı da onlar da fiziki sağlamlığa böyük zərər verir. Ailə və dostlarla münasibətdə diqqətsizlik sosial problemlərə aiddir. Ümumiyyətlə uşaqlar, siqaret, narkotik, alkoqol bunlar həm fiziki sağlamlığa, eyni zamanda əlbəttə ki, psixoloji sağlamlığa da, o cümlədən sosial problemlərə də mühüm təsir, mənfi təsir göstərən amillərdir. Açar sözlərdən istifadə edərək cümlələri tamamlayaq. Orqanizmin enerji səviyyəsini həmişə yüksək saxlamaq üçün energetik içkilər ən populyar və əlçatan üsullardan biridir. Bir çoxları energetik içkilərdən sui-istifadə edir. Bu zaman onlarda gümrahlıq hissi əvəzinə narahatçılıq və qıcıqlanma, ürək döyüntüsünün artması, qan təzyiqinin qalxması və yuxu pozğunluğu yaranır. Ən təhlükəlisi isə odur ki, energetik içkilərdə insanlarda asıllıq yaradır və orqanizmin uyğunlaşma imkanlarının tükənməsinə səbəb olur. Energetik içkilər onların yuxu rejimini, hormonal balansını və ümumi inkişafını poza bilir. İndi isə uşaqlar, uyğunluğu müəyyən edək. Bizə xərçəng, qida borusunun venalarının varikoz genişlənməsi, anemiya, pankreatit, sirroz, hepatit, xroniki qastrit, ataksiya, yaddaş pozğunluğu, xroniki yorğunluq kimi xəstəliklər verilib. Baxaq görək, bu xəstəliklər hansı orqanlar sisteminə aiddir? Xərçəng, qida borusunun venalarının varikoz genişlənməsi həzm sistemi orqanlarının xəstəliklərinə aiddir. Yəni, spirtli içkilər zaman bu orqanlara təsir edir. Anemiya, yəni qan azlığı, qan damar sistemi xəstəliklərinə aiddir. Bundan başqa, pankreatit mədə-altı vəzinin funksiyasının pozulmasıdır. Sirroz, hepatit, qaraciyərdə spirtli içkilərin təsir etdiyi, təsir nəticəsində yaranan xəstəliklərdir. Xroniki qastrit, həzm sistemi orqanlarının, yəni mədə kimi orqanı fəaliyyətinə mənfi təsir göstərir. Ataksiya əzələ tonusunun pozulmasıdır. Yaddaşın pozulması, diqqət pozğunluğu, görmə qabiliyyətinin pozulması sinir sisteminə aiddir. Xroniki yorğunluq isə əzələ sistemi ilə bağlı olan xəstəliklərdəndir. Uşaqlar, sağ olun, gəlin görüşlərə dək.